Salam əziz şagirdlər. Bugünkü mövzumuz köməkçinin hissəsi olan modal sözlərdir. Modal sözlər danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Heç bir cümlə üzvü olmur, heç bir suala cavab vermir, müstəqil məna daşıyan söz kimi işlənə bilmir. Modal sözlər qrammatik cəhətdən heç bir cümlə üzvü ilə sintaktik əlaqəyə girmir, amma sintaktik vəzifə daşıya bilir. Modal sözlər sintaks bölməsində ara söz adlanır. Yəni biz ara sözləri öyrəndikdə deyirik ki, ara sözlər modal sözlərlə ifadə olunur. Deməli, modal sözləri öyrənirik nitq hissələri bölməsində, yəni morfoloji vahid olaraq, amma ara sözlər olur sintaktik vahid. Yəni cümlə üzvü ilə əlaqədə olmasa da sintaktik vəzifə daşıya bilir modal sözlər. Ara söz kimi çıxış edib sintaktik vəzifə daşıyır. Məsələn, tutaq ki, deyirik ki, deyirəm, əlbəttə o mənə inanır. Burada nə olacaq? Əlbəttə o mənə inanır. Əlbəttə o mənə inanır. Əlbəttə cümlədə morfoloji cəhətdən əgər modal söz sayılırsa, sintaktik cəhətdən hesab olunacaq ara söz. Sintaktik cəhətdən ara söz hesab olunacaq. Daha sonra, modal sözün quruluşca növləri. Modal sözlər quruluşuna görə sadə və mürəkkəb olmaqla iki yerə bölünür. Ümumiyyətlə bilirik ki, köməkçinin hissələri quruluşuna görə düzəltmə ola bilmir. Sadəcə olaraq qoşma quruluşuna görə yalnız sadədir. Digər köməkçinin hissələri modal sözlər də daxil olmaqla quruluşuna görə sadə və mürəkkəb olur. Əksəriyyəti, yəni modal sözlərin əksəriyyəti quruluşuna görə sadə hesab olunur. Məsələn, doğrusu, əlbəttə, sözsüz, yəni bu sözsüz, şübhəsizin tərkibindəki şəkilçiləri görüb, düşünmürük ki, bunlar köməkçi, yəni şəkilçilər vasitəsilə düzəlib, düzəltmə xeyli heç bir köməkçilik hissəsində biz düzəltmə anlayışından istifadə etmirik. Düzəltmə anlayışı qalır bizim üçün 6 əsas nitq hissəsində. Yəni əsas nitq hissələri quruluşuna görə düzəltmə ola bilir. Ondan sonra biz düzəltmə anlayışını ümumiyyətlə unuduruq. Deməli, sadə, əlbəttə, sözsüz, şübhəsiz, görünür, sanki, güya, bunlar quruluşuna görə sadə modal sözlərdir. Mürəkkəb modal sözlər isə, deməli, iki cür, daha doğrusu bir cür yazılır. Tərkibi ayrı yazılır, yəni modal sözlər. Məsələn, bəlkə quruluşuna görə sadədirsə, bəlkə də quruluşuna görə mürəkkəb modal sözdür. Yəqin sadədir, amma yəqin ki, quruluşuna görə mürəkkəb tərkibi modal sözdür. Daha sonra doğrudan da quruluşuna görə mürəkkəb modal sözdür. Modal sözün məna növlərinə gəldikdə, modal sözlər bir neçə məna növünə bölünür. Bunlar hansılardır? Təsdiq bildirən modal sözlər, məsələn, təsdiq bildirənlər burada fikir təsdiq olunur. Məsələn, şübhəsiz, əlbəttə, sözsüz, şəksiz və s. Bunlar təsdiq bildirir, yəni yəqinlik bildirir. Yəni testlərdə müxtəlif formada verə bilər. Yəqinlik bildirən modal sözlər və ya təsdiq bildirən modal sözlər. Bunlar eynidir. Şəksiz, şübhəsiz, doğrudan da, əlbəttə, sözsüz, həqiqətən, sonra doğrusu, doğrudur, düzdür. Burada fikri nə edir? Təsdiq edir, düzdür. Sənə inanıram. Şübhəsiz gələcək, sözsüz o gələcək və s. Daha sonra güman şübhə bildirən modal sözlər, güman şübhə. Yəni burada nəyisə ehtimal edirik, şübhələnirik. Güman şübhə bildirən modal sözlər. Burada fikir təsdiq deyil, şübhə var. Yəqin gələcək, şübhə edirəm. Ola bilsin ki, gələcək. Daha sonra görəsən gələcəkmi? Görəsən, şübhə edirəm. Daha sonra gərək ki, gələcək. Bəlkə gələcək, bəlkə gəlməyəcək və s. Cümlələrə diqqət etsək, cümlənin məzmununda şübhə var. Olmaya sən məni aldadırsan, olmaya. Burada şübhələnirəm, amma fikir təsdiq deyil. Amma təsdiq etsək nə deyərik? Əlbəttə aldadıram, sözsüz aldadıram və s. Olmaya sən mənə inanmırsan, əlbəttə mən sənə inanıram.
yəni olmayaq, güman şübhə məzmunu yaratdığı halda əlbəttə sözsüz, şübhəsiz, yəni fikri təsdiq edir, yəqindir. Daha sonra bənzətmə, müqayisə bildirən modal sözlər. Biz bunlardan daha çox ədəbiyyat dərslərində təşbihin yaranmasında istifadə edirik. Deməli, bənzətmə, müqayisə bildirən modal sözlər. Bənzətmə, müqayisə. Bənzətmə, müqayisə bildirən modal sözlər hansılardır? Deməli, sanki, güya, güya ki, elə bil, elə bil ki. Bunlar bənzətmə, müqayisə bildirən modal sözlərdir. Onun saçları sanki günəşə bənzəyir. Özünü elə aparır ki, güya ki, tutaq ki, xanın, şahın qohumudur. Saçları ilə parlayır, elə bil ki, günəşdir və s. Burada bənzətmə, müqayisə bildirən modal sözlərdir. Təəssüf bildirən modal sözlər, təəssüf. Bunlara daxildir əfsus, əfsus ki, təəssüf, təəssüf ki. Məzmununa diqqət etsək, diqqətlə, məzmundan bilərik, təəssüf ki, əfsus, əfsus ki, heyf, heyf ki, modal sözləri təəssüf bildirir. Əfsus ki, artıq gezdi, təəssüf ki, onu görə bilmədim. Heyf ki, o gec gəldi və s. modal sözlər, deməli, təəssüf bildirən modal sözlərdir. Daha sonra fikrin mənbəyini bildirən modal sözlər hansılardır? Fikrin mənbəyi. Fikrin kimə aid olduğu, məsələn, deyirik ki, məncə o gəlməyəcək. Bəs səncə o gələcəkmi? Fikrin mənbəyi məncə, səncə. Bizcə o gələcək. Fikrimizcə onlar gələcəklər, zənnimizcə və s. Bunlar fikri mənbəyini bildirən modal sözlərdir. Bir də var nəticə ümumiləşdirmə bildirən modal sözlər. Nəticə ümumiləşdirmə bildirən modal sözlər. Nəticə ümumiləşdirmə. Bura nələr daxildir? Nəticə və ya ümumiləşdirmə bildirən modal sözlər. Deməli, daxildir bura nəticə, fikir bitir, sonra ümumiləşmə yaranır. Nəhayət, o gəlib çıxdı. Nəhayət. Daha sonra deyirik ki, beləliklə iş sona çatdı. İşin sonudur, işin nəticəsidir. Beləliklə, iş bitdi. Deməli, sən gəlməyəcəksən son qərarında. Xülasə, söhbəti yekunlaşdıraq. Daha sonra, ümumiyyətlə səni başa düşmürəm. Ümumiyyətlə, ümumi fikirləri ifadə edirik. Ümumiyyətlə. Sözün deməli, qısası, sən məni aldatdın. Əl gərəz, gərəz, müxtəsər. Artıq, deməli, getməliyik, müxtəsər. Artıq getməliyik. Burada da müxtəsər nədir? Modal söz kimi vurğusu ilk icadat olur. Modal sözlərdə durğu şailərinə gəlsək, durğu şailərinə. Modal sözlərdə durğu şailərinin işlənməsi. Ümumiyyətlə, modal sözlər işləmə yeri sərbəstdir. Yəni, cümlənin həm əvvəlində işlənə bilər, həm ortasında işlənə bilər, həm də sonunda işlənə bilər. Əgər modal söz cümlənin əvvəlində gəlirsə, məsələn, deyirəm, o gələcəkmi? Əlbəttə, gələcək. Cümlənin əvvəlində işlənən modal sözdən sonra vergül qoyulur. Əgər modal söz ortada işlənibsə, bu zaman onun hər iki tərəfindən vergül qoyulur. Məsələn, deyirik, o əlbəttə gələcək. Burada isə modal söz ortada işləndiyi üçün hər iki tərəfindən vergül qoyulur. Bir də modal söz cümlənin sonunda işlənə bilər. Məsələn, gələcək. O gələcəkmi? Gələcək, əlbəttə. Modal söz sonda işləndirsə, bu zaman modal sözdən əvvəl vergül işarəsindən istifadə olunur. Amma biz deyə bilmərik ki, bütün modal sözlərdə vergüldən istifadə eyni qaydada və yaxud da vergüldən istifadə olunur. Dilimizin istisnaları hər zaman özünü göstərir, burada da özünü göstərir. Deməli, modal sözlər var ki, bəzi modal sözlər. Onlar da